Nəsimini edam eləyəndə, edam ağacından çıxardanda bir zahid deyib ki, onun qanı düşdüyü yeri ya yandırılmalıdır, ya da kəsilməlidir. Nəsimini də dərisini soyanda qanı düşüb bir zahidin barmağına. Zahid nəsə sözündən dönüb, qaçıb gedibdi. Nəsim orada bir şeir yazmışdı. Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar. Gərçi bu aşıqı sərpa soyarlar ağrımaz. Və orada məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Bu adamın dərisi soyulanda bu şeiri yazıbdı. Və 3 il bundan əvvəl mən bir toy məclisində idim. Bakı Dövlət Universitetinin alim, ədəbiyyat üzrə alimlərin biri də o toy məclisində idi. Afət Fərman qızı Hint mahnısına bəstələmir. Məndə sığar ikən bu mən bu cahan, mən dedikcə bizim bu ədəbiyyat professorumuz ortada belə gedir ki, elə oyunu ki, bu professordan Azərbaycan ədəbiyyatına, dilçiliyə hansı xidmət olacaq? Deyirsiniz ki, bizim dilimiz deyə belədir. Mən təsəvvür edirəm ki, mən dedim. Sami Yusifin kompozisiyası məndə sığar ki, gördünüz necə gözəl. Sənət əsəri. Əsər idi də o, bəli. O bayaq qeyd etdiyim o ədəbiyyat müəllimi sabah Azərbaycan dilinin, elinin, Azərbaycan ədəbiyyatının, Nəsimi yaradıcılığından mənim balalarıma dəstəyəcək. Nəsiminin qətl olunanda, edam olunanda dediyi şeirə yazılmış bir mahnıya şıdırğı bir rəqs edib, ayaqqabısını bir tane ora atan, qalstukunu çıxardan, az qala nərə çəkən bir ədəbiyyat müəllimi sabah mənim uşağıma Azərbaycan dilçiliyinə, Azərbaycan ədəbiyyatının incilərindən danışacaq.